Ramazan ayının 16-cı gününün duası. İlahi, bugün yaxşı və salih bəndələrinin tayı olmağı mənə nəsib et. Onların yolu ilə getməyi, onların kimi səmimi, mərhəmətli və təmiz qəlbli olmağı mənə qismət et. Məni doğruluqda möhkəm, əxlaqda kamil, niyyətdə saf et. Məni pis adamlardan, pis niyyətlərdən və məni səndən uzaqlaşdıracaq hər bir əməldən uzaq tut. Qəlbimi kin və nifrətdən təmizlə. Məni qeybət və haqsızlıqdan qoru. Dostluğumu salihlərlə, yolumu haqq əhli ilə bir et. Bugün mənə öz rəhmətinlə behişt qərargahında yer ver. Məni cənnətə aparan əməllərə yönəlt. Mərhəmətini üzərimdən əskik etmə. Qəbul olunmuş dua, bağışlanmış günah və razı qalınmış bir ömür nəsib et. Allahlığına and verirəm, ey aləmlərin Allahı. Məni öz himayəndə saxla və nicat tapanlardan et. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum və sənin verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et, bağışlayan və mehriban Allahın adıyla. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Dəyərli izləyicilər, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatına əsasən, Bakı şəhər üçün imsak vaxtı 05:41, iftar vaxtı isə 18:52-dir. Qeyd edək ki, oruç tutanlar hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək içmək və sair orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. Allah bütün tutulan oruçları və edilən duaları qəbul etsin. Amin.